Tamam, başlayaq uşaqlar. Deməli, bugünkü dərsimiz olacaq HTML. Zəhmət olmasa, mən qeyd elədikcə hamısını bir-bir siz də qeyd edirsiniz ki, sizə düşə biləcək maksimum 2 dərsə keçəcək və bitəcək. Yazırsınız HTML. HTML. Açılışını yazarsınız ki, Hypertext Markup Language. Bu L hərfidir də axırdakı. Yaxşı. Hypertext Markup Language. Yazın siz bunun açılışını da. Hypertext. Sonra yazırsınız ki. Aha, language. Bunu da özünüz qeyd edirsiniz. Hypertext Markup Language. Ardınca da yazın ki, hipermətinlərin nişanlama dili. Hipermətinlərin nişanlama dili. Hipermətinlərin nişanlama dili. Deməli, dərsimiz oldu HTML. HTML-nın açılışı olur Hypertext Markup Language və Azərbaycan dilindən tərcüməsi də olacaq ki, hipermətinlərin nişanlama dili. Elə hiper, iri, böyük həcmli mətinlər də qarşınıza çıxsa, nişanlama markup dili, yəni bu cürdə tərcümə eləyə bilərsiniz. Yazırsınız ki, hipermətin sənədi deyəndə, hipermətin sənədi deyəndə, digər sənədlərə, hipermətin sənədi deyəndə, digər sənədlərə müraciəti olan sənəd başa düşülür. Digər sənədlərə müraciəti olan sənəd başa düşülür. Sənəd başa düşülür. Başqa bir söz yaza bilərsiniz ki, HTML, HTML xüsusi nişanlama dilidir. Qarşınıza çıxsa ki, xüsusi nişanlama dili, onun da HTML kimi cavabını verə bilərlər sizə. Xüsusi nişanlama dili HTML. Dalınca uşaqlar, istəyirsiniz qeyd edin və yaxud da indi özünüz bilərsiniz. Hər bir saytın yaratmaqdan ötürü birinci onun strukturunu, karkasını yaratmaq lazımdır. Strukturunu, yəni formasını öz beynimdə tuturam ki, tutaq ki, Dövlət İmtahan Mərkəzinin saytını yaratmaq istəyirəm. Birinci orada nələr öz əksini tapmalıdır? Hər bir fən ayrı-ayrılıqda, fənlərə düşən imtahanlar, daha sonra qəbul sualları və yaxud da fənlərə düşən dərs materialları ayrıca, yəni PDF kimi nəzəri, test suallarının PDF kimi, dərslərin şəkilləri, mövzuya uyğun şəkillər və s. və yaxud da arxa fonun rəngi, sonra əlaqə nömrəsi, sonra başqa nə deyə bilərik? Səhifənin kodu falan və s. Yəni, bu bizim beynimizdə canlandırır ki, mən sayt yaratmaq istəyirəm, web səhifə yaratmaq istəyirəm və bu səhifədə nələr öz əksini tapmalıdır. Məsələn, indi burada belə bir şeyə baxaq. Tutaq ki, uşaqlar, buradan nə yazım? Yazıram ki, dim. Məsələn, Dövlət İmtahan Mərkəzinin səhifəsini açmışıq. Baxın, Dövlət İmtahan Mərkəzinin səhifəsini açmışıq. Əvvəlcədən bu bir, belə deyək də, dövlət qurumu olaraq, ən azından uşaqlar, ilk öncə buna baxaq, Gov gördüm. Gov nə idi? Şəbəkə dərsində keçmişdik, government. Nə deməkdir? Təşkilatı, düzdür? Dövlət təşkilatı. Government, buradan bildik. Saytın adı, yuxarıda fikir verin, baş səhifə Dövlət İmtahan Mərkəzi. Aha. Sonra səhifənin linki görsənib. Daha sonra indi bunlar mütəxəssislər yaradıblar bunu. Biz o dərəcədə öyrənməyəcəyik. Bizə nə lazımdır? İmtahandan keçmək. Sonra sol yuxarı tərəfdə Instagram səhifələri, Facebookları, WhatsAppları və s. TikTokları, qaynar xətlərinin nömrəsi, şəxsi kabinetə girmək, sonra təqvimlər, sənədlər və s. hər bir şeyi yerləşdiriblər. Və onunla bərabər hər bir bölmənin ayrı-ayrı giriş kodları da burada var.
İndi biz də hər hansı bir səhifəni yaratmaq istəyiriksə, ilk öncə bizim üçün Notepad proqramı hər hansı bir mətn redaktoru aktiv olmalıdır. İndi gəlirəm uşaqlar, sol aşağı küncdən Notepad proqramını tapıram. Bax, buradan Notepad proqramı. Baxın, görə bilirsiniz də yəqin ki, Notepad proqramı. Notepad proqramının üzərində sıçanın sol düyməsini bir dəfə klik eləməyimiz kifayətdir ki, həmin proqramı aktivləşdirsin. İndi qoyun aktivləşdirsin. Açılsın bizim üçün. Aha. Bu nə vaxtdansa yazdığımızdandır. Qoyun silin bunu. Hətta adını da silək. Lap yenisini yarattım. Baxın, lap yenisini yarattım. Adı olub New üçün. İndi gəlin uşaqlar. Biz hər hansı bir web səhifəni yaratmaqdan ötürü HTML tagi dedik. Tagləri ilk öncə deyim ki, taglər açılıb bağlanan taglərin içərisində yazılır. Açılan tag, bax bu cür də olur. Böyüklük kiçikdir işarəsi kimi. Bax bu açılan tag deyirlər. Bağlanan tag isə yenə də eyni bu şəkildə olur. Bağlanan tagin içərisində sağdan sola belə bir əyik olur. Bax bu bağlanan. Bax istəyirsiniz bura yazın. Bağlanan, bağlanma. Bura isə açılan yazın. Yəni açılan tag, bağlanan tag. Biz bir web səhifəni yaratmaqdan ötürü birinci web səhifəmizə giriş eləyirik. Yəni mən bu şeyi istəyirəm. Sanki özüm üçün bir şey yaratmaq istəyirəm. Gəlirəm uşaqlar. Notepad proqramında ilk öncə HTML tagini açıram. HTML-ı yazdım. Bu arada HTML-in uşaqlar kiçik və ya ümumiyyətlə nəinki HTML-in bütün taglərinin kiçik və ya böyük hərflə yazılmasının heç bir fərqi yoxdur. Baxın yazdım HTML. Bu hansı tag oldu? Açılan tag. Bu arada səsim normal gəlir hər kəsə. Bəli, bəli. Aha, Bəzən zəif gəlir. bəzən zəif gəlir. Qırılır. Arada 2-3 saniyə. O eybi yoxdur da onu özünüz tənzimləyərsiniz. HTML, yəni bundan başqa heç nə eləyəmirəm. Bu gün maraqlanacağam görüm o nə olub. Yağışdan, şimşəkdən sonra olubdu. Hə, HTML bu oldu açılan tag. Axı dedik açılan taglər bu taglərin içindədir. İndi bunu bağlamaqdan ötürü baxın enter qoyuram. İstəyirsiniz heç enter qoymayın. Qarşısından da yaza bilərsiniz. Amma mən səliqəli olsun deyə, baxın səliqəli olsun deyə deyirəm ha. Vacib qərar deyil ki, hökmən aşağı düşməliyəm. Səliqəli olsun deyə bağlanış teklində yazıram. Fikir verin, yazıram burada, bax, böyük hərflə yazdım. H, T, M-nı böyüklə yazdım. Digərini də kiçiklə yazdım. Elə bir qərar yoxdur ki, hamısı böyük, hamısı kiçik olsun. Aydındır? HTML, bu da oldu bizim bağlanış teklimiz. İndi mən hər hansı bir web səhifə yaratdım. Səhifə yaradıram hələ, səhifə yaradıram. İndi gəlin biz bunu yaddaşa verək. Gəlirəm fayldan, baxın buradan, yəqin ki görürük. Fayldan save eləyirəm. Save eləyəndə hara verək? Bu şəkillər bölməsinə verək. Qoy burada qalsın. Text 2, adı text 2 oldu. Baxın bura. Daha doğrusu new 2. Bunun adını mən nə yazım ki? Yazıram burada. Nə yazaq? Axşam yazıram bura. Axşam.txt yazdıq. Axşam qrupundan axşam.txt. Faylın genişlənməsinə baxın uşaqlar. Normalda biz faylın özünü, adını özümüz yazırdıq. Amma faylın genişlənməsini nə verirdi bizə? Proqram özü verirdi. O zaman gəlirəm mən burada HTML sözünü axtarıb tapıram. Baxın, Hypertext Markup Language görə bildik. Bunun yəni təyinatını, tipini, genişlənməsini, uzantısını eləyirəm HTML. Bura kimi aydındır hər kəsdə. Bunu HTML eləyən kimi sənədimə baxın yuxarıda. Bir Opera brauzerində göstərmiş oldu artıq. İndi save eləyəcəm. Artıq biz bunu yaddaşa verdik. Yaddaşa verən kimi diqqət eləsəniz buradakı rəng də dəyişdi. Buradakı rəng də dəyişdi. Deyin görün bura kimi aydındır. Bəli, bəli. Aha. Bəli. İndi uşaqlar, mən gəlirəm, kompüterimdə səhv eləmirəmsə şəkillər qovluğuna salmışdım. Şəkillər qovluğunda baxın, bura yəqin ki görə bilirik. Axşam.html. Bunun üzərində vuran kimi gedib operadan, baxın, indi açır.
Qoy bunları bağlayayım. Bunlar bizə lazım deyil. Vaxtımız getməsin buna. Aha. Aha, diqqət edin, nə açdı yuxarıda? Axşam.html səhifəsini və burada diqqət edin, C diski, user qovluğu, deldən picture şəkillərdə idi həqiqətən. Axşam.html. Axşam.html. Bura, bax bu var ha. Mənim faylımın yoludur. Faylımın tam yoludur. Baxın, faylımın tam yolunu göstərim. Amma yuxarıda axşam.html yazıb. Niyə? Çünki mən web səhifəmə ad qoymamışam. Mən sadəcə elə belə web səhifə yaratmışam. Gəlin bu web səhifəni biraz təkmilləşdirək. Biraz təkmilləşdirməkdən ötürü uşaqlar, mən web səhifəmə başlıq qoymaq istəyirəm. Web səhifəmə başlıq qoymaq istəyirəm. İndi bax bu web səhifənin açılışıdır bu bağlanışı. Mən bundan sonra enter qoyub yazsam, sanki belə deyək də, səhifəni açmışam, bağlamışam, sonra başlıq qoyuram. Bu nə dərəcədə düzgündür? Başlıq deməli bu web səhifənin özünün içində olmalıdır. Bax enter qoydum. İndi yenə də açılış teqini yazıram. H-E-A-dır, hid yazıram. Hid nə deməkdir ingiliscə aşağılar? Baş əsas. Sol, baş əsas. Sanki baş hissəni açmış olacaq, baş hissəni. Hid yazdım. Bu hidi yazdığım kimi də bir dənə də bağlanışını verməliyəm. Yazıram H-E-A. Yenə də bunun da böyük və ya kiçik hərflə olmanın heç bir adiyyəti yoxdur. İndi yoldaşlar, mən bura hid teqlərini əlavə elədim. Yenə də yaddaşa verirəm. Ctrl-S eləməyimiz kifayətdir. Ctrl-S. Save-in sığısı və yaxud da hər dəfə fayla gəlib save eləyə bilərsiniz. Yaddaşa verdim. İndi gəlirəm yenə həmin brauzerimizə. Burada bunu yeniləyəcəm. Görək nəsə dəyişiklik olacaqmı? Fikir verin, bax, yenilədim, heç nə dəyişmədi. İndi deyə bilərsiniz ki, ay müəllim, onda o hid nəyə yaradı? O hid bilirsiniz nəyə yaradı? HTML web səhifəni açdı. Hid də dedi ki, sən bura başlıq əlavə eləyə bilərsən. Sanki başlıq yerinə ayrıldı. Başlıq da bilirsiniz haradır? Bu axşam.html yazılıb yuxarıda. Görə bilirsiniz buranı? Baxın, buranı deyir. Deyir ki, sən burada saytının adını yerləşdirə bilərsən. Deməli, uşaqlar, gəlirəm buradan hid. Hiddən sonra, mən başlıq hissəni açdım. Açandan sonra bir dərə title tag yazıram. Titli. Aha. Title nə deməkdir? Başlıq. Bəs hid ilə title'ın fərqi nədir? Deməli, Title adlı üçündür. Title yazdığımız yeri. hid başlıq hissəni açır. Title isə səhifənin adı brauzerdə necə görsənəcəksə, title taginin içərisində yazırıq. Bax, səhifənin adı brauzerimizdə necə görsənəcəksə o cür. Məsələn, biz buna nə yazaq? Yazaq ki, Heydər Əliyev. Bizim səhifəmiz olsun, nə bilim, Heydər Əliyev qoyaq. Gəlin yazaq. Heydər Əliyev. Qoyun bunu böyüklə yazın. Heydər. Yazdım Heydər Əliyev. İndi uşaqlar, mən bu title tagini açmışam. Bağlamalıyam da həm də. İstəyirsiniz, enter qoyun bağlayın. İstəyirsiniz, qarşısından da yaza bilərsiniz. Heç kəs ona sizə nəsə deyə bilməz. Bu arada eyni anda açılıb bağlanan teqlər cüt teqlər sayılır. Məsələn, HTML cütdür, hid cütdür. Çünki açılışı olduğu kimi bağlanışı da var. Hid niyə göyrək maviş olmayıb? Title'ı bağlamamışam ona görə. Aha. Fikir versəniz, bayaqlar hidimiz boz rəngdə idi. Çünki biz title tagini bağlamamışdıq onun üçün. İndi uşaqlar baxıram. HTML web səhifəni açdı. Bax bu. Ox qoyun qarşısından yazın. Web səhifəni açır. Sonra bu HTML-dan yazırsınız. Web səhifəni ümumən bağlayır. Web səhifəni ümumən bağlayır. Sonra gəldi hidə. Hidə. Yazın ki, başlıq hissəni açır. Başlıq hissəni açır. Sonra bu bağlanış hidə gəlirsiniz ki, başlıq hissəni bağlayır.
Başlıq hissəni bağlayır. Sonra uşaqlar bu title'a ox qoyub yazarsınız ki, title'a ox qoyun yazın ki, web səhifənin adı brauzerdə. Brauzerimiz nədir? Yəni Google Chrome, Opera, Mozilla Firefox brauzerdə necə görsənəcəksə, web səhifənin adı brauzerdə necə görsənəcəksə, onu göstərir. İndi biz də baxdıq, title'ı açdıq, bir də bağladıq. Gəlin indi həmişə yaddaşa verməliyik. Bax, gəlin yaddaşa verməmiş bir dənə qayda qura. Yaddaşa vermirəm uşaqlar. Baxın, verməmişəm. Qaydıram buradan, yeniləyirəm. Heç nə dəyişmədi. Amma gəlirəm, deməli mən yaddaşa verməmişdim də, düzdür? Ctrl S save elədim. Eləyəndən sonra gedək baxaq. Gəlirik. Bax, burada nədir? Axşam.html idi. İndi gəldim, yenilədik. Web səhifəmizin adı nə oldu uşaqlar? Görə bilirik. Heydər Əliyev. Ay yaşa. Web səhifəmizin artıq adı oldu Heydər Əliyev. Bu fərqləri aydın başa düşə bildik. Hə? Bəli. Aha. İndi uşaqlar, mən web səhifəmə ad qoymuşam. Bəli. Güzel. İndi buradan belə bir sual düşdü. Əgər biz web səhifəmizə ad qoymasaq, brauzerdə, yəni yuxarıda nə görsənirdi? Bax, brauzerdə nə kimi görsənirdi? Web səhifəmiz yaddaşda nə cür idi? Axşam.html kimi yaddaşa vermişdik, düzdür? Deməli, biz web səhifəmizə başlıq verməyəndə, qovluqda faylımızın adı nə idisə, faylın adı o cürdə yuxarıda görsənəcək. Brauzer hissəsində faylın adı görsənəcək. Aydındır? Qeyd edin. Əgər biz web səhifəmizə ad verməmişiksə, brauzer hissəsində faylın adı görsənəcək. Brauzer hissəsində faylın adı. Həqiqətən də Heydər Əliyev sözündən əvvəl uşaqlar bizdə görsənirdi axşam.html. Axşam qrupu.html bu cür görsənirdi. İndi yaxşı, mən web səhifəmə ad qoymuşam. İstəyərəm ki, bunun arxa fonunda, nə bilim, Azərbaycan himni və yaxud da hər hansı bir musiqi, hər hansı bir şəkil, nələrsə olsun da ki, bu web səhifəm ağappaq belə görsənməsin, qəşəng maraqlı olsun. İndi gəlirik bura. Başlıq hissəni bitirdik. Diqqət eləyirik. HTML açılır, ən sonda bağlanır. Ən sonda. Ən sonda bağlanırsa, başlıq hissədə hidlə açıldı, hidlə bağlandı, artıq başlıq hissə ilə bitirdi. Başlıq hissə bitdisə, artıq bədən hissəmiz başlayır. Deməli, web səhifə iki hissədən ibarət olacaq. Başlıq hissə, bir də bədən hissə. Başlıq hissə ilə yoldaşlar bitirdik. Hidlə açıldı, hidlə bağlandı. Brauzerdə adımız necə görsənəcəksə, title-la açılıb, title-la bağlandı. İndi isə bədən hissəm başlayır. Gəlirəm, yenə də açılan teqlə yazıram body. Aha. Bu o yazan kimi zaten özü çıxır. Amma yenə də deyirəm, böyük, kiçik yazılmanın heç bir fərqi yoxdur. Uşaqlar, body hissəmiz açıldı. İndi body hissəmizi də bağlayaq ki, bədən hissəmiz artıq hazırdır. İndi gələk, burada bunun bağlanışını da verim. Yaddaşa da verdim. Gəlib orada fırlama versə, yəni yeniləmə versə, fırlama nə idi? Heç nə dəyişilməyəcək. Çünki, baxın, mən body hissəsinə heç nə qeyd eləməmişəm. Body hissəsinə nəsə qeyd eləməmişəm axı ki, o onu götürsün. Body hissəsinə heç nə qeyd eləməmişik. İndi gəlin body hissəsinə nə bilim yazaq ki, nə yazaq bura? Qoyun bir dənə internetdən şey götürüm. Nə belə bir buradan bu sözü götürürəm. Yaxşı, sadəcə elə belə kopyalayıram da, yaxşı. Vaxtımız getməsin deyə bunu götürüb kopyalayıram. İndi gəlirəm uşaqlar bura, bu hissəyə. Bədən hissəsinə istəyirsiniz enter qoyun yazın, istəyirsiniz qarşısından yazın. Heç bir problem yoxdur. Mən enter qoymamış yazıram, yenə də deyirəm, seçim sizindir. Gətirdim, yapışdırdım bura. Qoyun gəlsin.
Uzun bir söz götürmüşük. Gəlin onun biraz kiçiyini götürək, çox uzun oldu. Azərbaycan Respublikasının Azərbaycan Respublikası sözünü götürdüm. Baxın, Azərbaycan Respublikası. Kopyalayıb gətirirəm ora. Bodydən sonra. Baxın, bodydən sonra əlavə elədim. Ctrl V eləyirəm. Yaddaşa verirəm. Yaddaşa verdik və gəlirəm buradan yeniləyirik. Görə bildik veb səhifəmizdə. Artıq gedib biz həmin qovluqda axşam.html faylının üzərindən vuranda artıq Heydər Əliyev veb səhifəsi açılır və içərisində nə söz oldu? Azərbaycan Respublikası. Fikir verin, başlıq hissə Heydər Əliyev oldu, bədən hissə isə bu hissədir. Yəni iş sahəyə də nə deyəcəyik? Bədən hissə. Bura kimi aydındır? Bəli, müəllim. Amma failin adı dəyişmir də. Faylın adı? Faylın adını Bəli. dəyişməmişəm axı. Niyə dəyişim ki? Buradakından danışırsan, Bəli, bəli. biz faylımızın adını dəyişmirik. Niyə dəyişək ki faylın adını? Ürəyin istəyir Başa dəyiş. düşdüm. Amma vacib deyil onu bizim Yox, dəyiş. müəllim. Bildim failin adı da Heydər Əliyev olacaq. Yo. Faylın adı başqa şeydir. Başa düşdüm. Nədir? Brauzerimizin adı başqa bir şeydir. Başa düşdüm. Aydındır. Sonra qeyd edirsiniz ki, web səhifəmizə yerləşdirəcəyimiz bütün şəkillər, videolar, mahnılar, hər bir şey eyni qovluqda olmalıdır. Web səhifəmizə yerləşdirəcəyimiz bütün şəkillər, mahnılar, videolar, mətinlər hamısı eyni qovluqda olmalıdır. Bircəcə dəqiqə gözləyin, gəlin uşaqlar, zəhmət olmasa. Aha, uşaqlar, yenə səsim gəlir. Qeyd elədik dediklərimi. Bəli, müəllim. İndi yaxşı gəldik. Belə bir cümlə yazın ki, əgər title təyin edilməyibsə, bu cürdə düşə bilər. Əgər title təyin edilməyibsə, o zaman faylın öz ünvanı əks olunur. O zaman faylın öz ünvanı əks olunur.
bayaq göstərdik, title, yəni başlıq təyin edilməmişdi. Axşam.html görsənirdi. Başlıq təyin ediləndən sonra Heydər Əliyev görsəndi. Başlığı ürəyiniz istədiyi vaxtda dəyişə bilirsiniz. Dedim ki, əgər title təyin edilməyibsə, o zaman faylın öz ünvanı əks olunur. Daha ardınca vergül qoyun yazın. Fayl kompüterdədirsə, fayl kompüterdədirsə, faylın öz adı, fayl kompüterdədirsə, faylın öz adı, internetdədirsə, elə cümlə şəklində qəşəng yadınızda saxlasanız bəsdir. İnternetdədirsə, böyük hərflərlə URL, üçü də böyükdür. URL, URL ünvanı görsənir. Əks olunur, görsənir. Necə istəyirsiniz yazın. Əgər dedik title təyin edilməyibsə, o zaman dedim ki, faylın öz adı, öz ünvanı əks olunur. Yox, fayl kompüterdədirsə, faylın öz adı, internetdədirsə dedik ki, URL ünvanı əks olunacaq. Yazıb çatdıran kimi xəbər eləyin. Bəli. Yazdı uşaqlar. İndi gəldim. Bəli. Siz nədir? Web səhifəmizin adı, web səhifənin yaradıcısı sizsiz deyə ürəyiniz istəyən vaxtı adını dəyişə bilərsiniz. Məsələn, gələrəm mən adını buranı dəyişərəm. Qoyaram ki, böyük hərflərlə dim qoydum. Yəni, bunu kimsə mənə dəyişdirə bilməz. Ctrl-S eləyək indi. Yaddaşa verdik. Qayıdıram, gedirəm. Buradan da yeniləmə düyməsini vurmamız kifayətdir ki, baxın, başlığımız dəyişdi, oldu dim. Niyə? Çünki title-da mən bunun yerini dəyişdim. Yaxşı, mən bunun yerini dəyişdim. Daha sonra uşaqlar, yazırıq ki, qeyd eləyirsiniz ki, bunu necə qeyd elətdiyim ki, yaxşı olsun. Aha, yazırıq ki, bu cükalə, bunu buradan belə yazdırım. Bax, bu teqni. Bədən hissəmiz hansı teqin içərisində yazılırdı? Body teqini, düzdür? Bax, Body. body teqinin içərisində, bax, bu body teqdir. Bu cükalə isə atributdur. Bıcıc olur. Bu cükalə isə atributdur. Buraya yazıram ki, bu cükalər bərabərdir. Nə rəng eləyək? Məsələn, green, yaşıl. Green. Yaşıl rəydir, elədir. Green eləyək. Dırnaq içərisində təbii ki. Bax, bir də təkrar edirəm. Baxın, body'nin içərisində yazdım mən bunu. Yazandan sonra body teqini bağladım. Bu açılış hissəsidir. Baxın, açılış hissəsi. Qapanış hissəsi isə bu cükalər yazmamıza ehtiyac yoxdur. Yenə body yazmamız kifayətdir ki, artıq bağlandı. Niyə? Çünki atribut teqin içərisində yazılmışdı. Atribut teqin içərisində yazılmışdı. Atribut teqin içərisində yazılmışdı. Qeyd edin, indi onları da göstərim mən sizə. Yazdınız. İndi buna baxalım uşaqlar bir dənə. Məsələn, burada yazıram ki, body'nin dedim içərisində olsun. Body'nin içərisində yazıram. Olur. Bu cükalər bərabər işarəsi qoydum. Dırnaq içərisində green yazıram. Green nə deməkdir? Yəqin ki, bunların tərcümələrini özünüz bilirsiniz. Bax, bundan sonra bax, body'ni açıb. Burada da bağladıq mı? Baxın bu hissəyə bir dənə. Görə bilirsiniz də, hə? Bu body'nin içərisinə. İndi yenə də yaddaşa verirəm. Arxa fon, bu cükalər arxa plan rəngimizi yaşıl rəngdə eləməlidir. Bir dənə yoxlayaq görək, yaşıl rəngdə olacaqmı? Görə bildik uşaqlar. Arxa plan rəngimiz yaşıl rəng oldu. Deməli, bu hissəni, bax, yazırsınız. Body, bu cükalər green kimi yazın. Ox qoyun, yazın ki, səhifənin arxa plan rəngini dəyişir. Səhifənin arxa plan rəngini dəyişir. Səhifənin arxa plan rəngini dəyişir.
Biz kompüter qrafikası dərsində bu rənglərin kodlarını da öyrənmişik ki, məsələn, RGB, green neçənci oldu? İkinci. Red, green, blue. Green neçənciyə düşmüşdü? İkinciyə düşmüşdü. Deməli, 255 ikincidə olmalı idi. Düzdür? İndi bura yazsaydım ki, yazsaydım ki, 0, 0, nöqtə, 255, 255, nöqtə, 0. Hanı mənim sıfırım? 0, 0 nə idi buraya? 0, 255, FF-lə yazın bəlkə. Gəlin bundan yoxlayayım bir dənə görüm. FF-lə Ctrl S-ə verək. Yaşıl verməyeyim də, onsuz zaten yaşıl idi bu. 255, 255 yazacağım. S-M-Y, yellow, sarı verməlidir. Sen-Y-K. Verməsə FF-lə yazacağım. Baxın, dəyişdi. S-M-Y, S-M-Y. Görə bildiniz uşaqlar kodu. Bu kodu bu cür də dəyişə bilərsiniz. Kompüter qrafikasında keçdiyimiz kodların eynisini. Və yaxud da bu kodları 255 ilə yox, 255-lərin yerinə FF yazardım. Məsələn, bura yazıram ki, 00 nöqtə FF FF 00. Bu hansıydı? Yaşılın koduydu da. 0 RGB yaşılın koduydu. Aha. İndi gəlin yaddaşa verək. Görək həqiqətən web səhifəmizi şeyə qaytaracaqmı yaşıl rəngə? Həqiqətən də qaytardı. Görə bildik uşaqlar. Deməli biz burada bu GK-ləri nədir? Kodlarla da yaza bilərik. İngilis dilin dırnaq içərisində, amma yazmağımız vacib şərtdir. Dırnaq içərisində yazmasaq götürməyəcək. İstəyirsinizsə 0, 255, 0 bu kodlarla da yaza bilərsiniz. İstəyirsiniz FF-lərlə, yəni sıfırların yerinə 2 0, 255-lərin yerinə 2 dənə FF, bununla da və yaxud da sözün ingilis dilində tam tərcüməsini bilirsinizsə o cürdə yaza bilərsiniz. Yellow sözü nətər yazılır uşaqlar? Yellow W. Ay sağ ol. Yellow W. İndi yazdıq bura yellow. İndi yellow nə deməkdir? Sarı rəngdə. İndi baxaq görək bizim arxa fonumuz sarı rəngdə olacaqmı? Bunu sizə dəfələrlə göstərməkdə məqsədim odur ki, kodla da götürə bilir, ingilis dilində təmiz tərcüməsi ilə də götürə bilərdi. Gəlin yeniləyək. Həqiqətən də alındı. Aydın uşaqlar. Bəli. Hı -hı. Bu FF-lərlə yazılanda uşaqlar biz ona deyirik 16-lıq kod, 0255 ilə yazılanlar 10-luq kodları isə bunlar da ki normal bildiyimiz tərcümələridir də. Yəni başqa heç bir şey yox idi. Başqa nə deyə bilərəm ki, buradan sizə altından yazın ki, mətinlərin rəngi. Mətin nə idi? Azərbaycan Respublikası. Uşaqlar, biz buna heç bir rəng falan verməmiş. Susma halında web səhifə... Bəli, mənim indi açıldı. Tamam. Hə, burada deməli, baxın, biz bədən hissəsində Azərbaycan Respublikası sözünü kopyalayıb atmışdıq. Mən buna nə rəng verməmişdim, nə bir şey, heç bir şey verməmişəm. İndi deyirsiniz ki, bu GK-lər nə idi? Bu arxa fonun rəngi idi, arxa fonun. Lap əvvəldən də bu gedib bizim web səhifəmizdə hansı rəngdə görsənmişdi? Web səhifəmizdə. Hansı rəngdə görsənirdi uşaqlar? Qara. Bəli. Deməli, buradan məlum olur ki, susma halında, yəni belə deyək də, öz orijinal halında mətinlərin rəngi nə olacaq? Qara rəngdə. İndi bunu cümlə şəklində deyəcəm, yazırsınız. Mətinlərin rəngi susma halında qara, mətinlərin rəngi susma halında qara, mətinlərin rəngi susma halında qara,
Səhifənin arxa planının, arxa fon da deyə bilərsiniz. Səhifənin arxa planının rəngi isə ağ rəngdə olur. Mətnlərin rəngi susma halında qara, səhifənin həqiqətən də uşaqlar göstərdiyi ki, arxa planının rəngi nə rəngdə olmuşdu? Ağ rəngdə olmuşdu. Aydındır. Bəli. Bəli. Yaxşı, yaxşı. İndi isə sizə, deməli, bu cükaləri dedim. Bu arada bu kodları siz yəqin ki bilirsiniz də, hə? Bayaq yazdığı 051, 0255, 0 və yaxud da FF bunları bilirsiniz də. Biz bunlar kompüter qrafikası dərsində keçmişik. Təkrar yenə qayıdıb baxırsınız onlara ki, imtahanda qarşınıza çıxanda biləsiniz. İndi uşaqlar, mən arxa fonuma rəng verməyi bildim. Mətn yazmağı bildim. Təbii ki, mətnlərin ölçülərindən birazdan qəşək-qəşək danışacağam. Bir də var ki, mən bura şəkil gətirmək istəyirəm. Yenə də şəkil gətirməkdən ötürü uşaqlar, arxa fonu, yəni şəkil gətirirəm, şəkil. Bu şəkildə də body taginin içərisində yazacağam. Bax, body tagin içərisində. Yenə də baxın, bu hissəni silsəm, mən təkrar yazmamağa görə bunu silirəm, ha. Baxın, sildim, sadəcə body'nin özü qaldı. Kənara baxaq. İndi həqiqətən də bunu yeniləmə versəm, arxadakı o sarı rəngi idi, nə rəngi idisə o yoxa çıxacaq. Baxın, ağ rəng, orijinal rənginə qayıtdı. İndi mən istəyirəm ki, arxa fona hər hansı bir şəkil gətirəm. Gəldim, yazıram ki, background, bunu aralı yazmadım, ona görə oldu. Background yazan kimi özü gəlir, çıxır. Background. Bu background atributdur yenə. Bax, body taginin içində yazılır. Background atributu. Buradan məsələn uşaqlar yenə də bərabər işarəsi qoyaram. Aha, bərabər işarəsi qoydum. Dırnaq içərisində ürəyim istəyən qoyun bir də şəklin gedim ünvanını tapım. Şəkil. Şəklimiz nədir? Baxın, B-A-S, bas, P-N-C, P-N-C. Bayaqları dedim ha ki, web səhifəmizə yerləşdirilən şəkillər, mətn, musiqilər hamısı bir qovluğun içərisində olmalıdır. Baxın, axşam.html ilə bas.png şəkli pictures qovluğunun içərisindədir. Ona görə bas.png yazıram burada. Necə yazılıbsa olduğu kimi. bas.png yazdım, dırnaqda bağlayaq. İndi gəlin biz bunu yaddaşa verək, gedək görək web səhifəmizdə nələr baş verəcək. Aha. Görə bildiniz uşaqlar, arxa fonumuza da şəkil gətirdik mi? İndi deyə bilərsiniz ki, ay müəllim, bu şəkil niyə orada bir dənə idi, burada 4 dənəli, 5 dənəli kimi düşüb? Uşaqlar, şəkil web səhifəmizin belə deyək də, eninə, hündürlüyünə uyğun deyildi deyə belə olub. Enini, hündürlüyünü eləmək üçün vizdən, heytdən istifadə edərək düzəltməyi də öyrənəcəyik. Aydındır, nə demək istəyirəm? Bəli. Aha. İndi baxın, buradan indi bunu qeyd edirsiniz bir yerə. Body tagini açın. Sonra body tagini bax, bura qədər. Bax, işarələdiyim hissəni bütöv şəkildə yazın bir yerə. Yəni, onun mənasını yazacaq indi. Yazın. Background atributu, atribut dedim. Background atributu həmişə body tagin içərisində yazılır. Necə ki, bu cükalərdə yazılırdı. Background atributu həmişə body tagin içərisində yazılır. Həmişə body tagin içərisində yazılır. Səhifənin arxa planına şəkil yerləşdirmək üçündür. 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 Qeyd eləyən kimi xəbər eləyin.
Qeyd eləyən kimi xəbər eləyin. Yazdı uşaqlar. Deməli biz web səhifəmizi açmağı öyrəndik. Web səhifəmizi HTML tagi ilə açıldı, HTML tagi ilə bağlandı. Daha sonra web səhifəmiz dediyi iki hissədən ibarətdir. Başlıq hissə, bir də bədən hissə. Başlıq hissə head tagində yazılır, bədən hissə isə body taginin içərisində yazılır. Yaxşı, başlıq hissəni ayırdım head-ilə və brauzerdə hansı adla görsənəcəksə o title taginin içində yazılırdı. Title tagi açıldı, title tagi də bağlandı. Təbii ki, sonra da head bağlandı. Başlıqla bitirdik. Daha sonra body hissə açıldı. Bədən hissə. Bədən hissənin içərisində mətnlərimizi falan yaza bilirik. Arxa fona şəkil verə bilirik. Arxa fona rəng verə bilirik və s. Bunları da öyrəndik. İndi isə uşaqlar, bizim bu, gəlin bu arxa fonun şəkili falanı silək, biraz sadələşdirək. Yazanda rahat şəkildə görək. Yaddaşa verim. Burada da baxaq. Yaddaşa da verəndə arxa şəkil. İndi baxın, Azərbaycan Respublikası sözü belə orta ölçüdədir də. Ölçüsü orta ölçüdədir. İndi mən bunları istəyirəm ki, daha böyük formada yazım. Daha böyük formada yazıram. Uşaqlar, deməli, mətnlərə format vermək üçün H1-dən H6-ya qədər ölçü teqləri var. H1-dən H6-ya qədər ölçü teqlərimiz var. Hansı ki, məsələn, Azərbaycan, bax bunu Azərbaycan Respublikası yazıram ki, H1, bura, H1. Bax, yazan kimi özdə gəldi, çıxdı. H1 teqinin içərisində, mən niyə H1-i açmamış yazıram bir başa? Bağlanışı da H1. İndi bağlanışım deyək. Bir dənə gəlin yaddaşa verək. Azərbaycan Respublikası sözünü hal-hazırda görürük bu formada. Yenilənmə verək. Kifayət qədər böyüdüyünü görə bildikmi uşaqlar? Hə? Bəli. Bəli. İndi gəlin bir dənə də H6 ilə verək. H1-i eləyəcəm 6. Burada da bunu eləyəcəm 6. Yaddaşa verirəm. Gedirəm, biz brauzerimizdə təkrar baxaq. Baxın. Deməli, uşaqlar, mətnlərimizi format verməkdən ötürü dedik ki, H1-dən H6-ya qədər. Yəni, H1, H2, H3, H4, H5, H6-nın özü daxil olmaqla teqlərimiz var. Ölçü teqləridir bu. Mətnləri format eləmək üçün. H1 deməli, nə olacaq? Ən böyük teq. Qeyd edin. H1 ən böyük teq. H6 isə ən kiçiyidir. H1 ən böyük teq, H6 isə ən kiçiyidir. H1 ən böyük teq, H6 isə ən kiçiyidir. Uşaqlar, qeyd edin ki, bunlara başlıq teqləri də deyirlər. Bunlara başlıq teqləri də deyirlər. Qeyd elədik. Bəli. Bəli. Sonra uşaqlar, indi bu haşları da buradan silirəm ki, bizə biraz sadə versiyasını saxlasın. İndi mən bu mətni yazmışam. Qayıdıb buradan bir dənə baxıram. Yenilədim. Gəlib, bax, sol tərəfdə küncdə görsənir. Azərbaycan Respublikası sol tərəfdə küncdə görsənir. Mən istəyirəm ki, bunu biraz mərkəzdə yazım. Ay, nə bilim, fərqli-fərqli şeylərdə yazım da bunları. Necə yaza bilərəm bunu mən? Necə deyər ki, yəni necə deyim ki, siz dəftərə düzgün yazasınız. Və yaxud da mətnimizin rəngini dəyişmək istəyirəm. O zaman gəlirəm, bax, bura. Yenə də body taginin içərisində yazırsınız. Body taginin içərisində text, T-E-X, bax, text yazdıq. Body taginin içərisində text. Bərabər işarəsi qoyuram. Nə yazım? Dırnaq içərisində, məsələn, yazıram read. Dırnaqda bağladım. Dırnaqda bağladım. İndi gəlin yaddaşa verirəm bunu. Buradan yaddaşa verdim. Tələsməyin hələ yazmağa. İndi buradan göstərəcəm sizə. Gələk.
Uşaqlar, mətnimizin rəngi dəyişdimi? Hə? İndi yazırsınız Bəli. ki, text atributu, bax buradan bura qədər bütöv yazırsınız. Bax buradan bura qədər. Text atributu body taginin həmişə body tagin içərisində yazılır. Text atributu həmişə body tagin içərisində yazılır. Text atributu həmişə body tagin içərisində yazılır. Text atributu həmişə body tagin içərisində yazılır. Mətnimizin rəngini buradan dəyişə bilərik. Mətnimizin rəngini buradan dəyişə bilərik. Deməli, mətnin rəngini dəyişmək üçün hansı atributdan istifadə elədik? Text atributdan. Yadda qalar. Bəli. Tamam. Daha sonra uşaqlar, daha sonra bir saniyə gözləyin, buranı biraz səliqəyə salın görün. Hələ ki, siz nəsə yazmayın, səbirli olun azca, siz hələ ki, nəsə yazmayın. İndi yazırsınız aşağıdan link, bax, sadəcə linkin özünü yazırsınız. Link, yazın link. Link. Link atributunun köməyi ilə istinadın rəngini bilmək olar. İstinadın. Bax, istinad sözünün altından xətt çəkərsiniz. İstinadın rəngini bilmək olar. Link atributunun köməyi ilə istinadın rəngini bilmək olar. İstinadın rəngini bilmək olar. Sonra linkdən sonra altından yazırsınız A-link, birləşik deyə də bilmədim. A-link. A-link. A-L-I-N-K bir yerdə. A-link atributunun köməyi ilə aktiv istinadın rəngini bilmək olar. Aktiv istinadın rəngini bilmək olar. Baxın, deməli link oldu sadəcə istinadın rəngi, A-link oldu aktiv istinadın rəngi, qeyd eləyin, aktiv istinadın rəngi, aktiv istinadın rəngi, aktiv istinadın rəngi. Sonra V-link, vahidin V-sı, V-link. V-link isə V-link atributun köməyi ilə baxılmış istinadın rəngini müəyyən etmək olar. 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 Deməli, link olduğu istinadın rəngini müəyyən edir. A-link, aktiv istinadın. V-link, baxılmış istinadın rəngini müəyyən etmək olar. Yazıb çatdıran kimi xəbər eləyin. Yazıb çatdıran kimi xəbər eləyin inşallah.
Mhm. Daha sonra uşaqlar, burada nəyi deməmişəm? Denən nə edim səncələ? Aha, oldu ki, bax, mən bu Azərbaycan Respublikası sözün istəyirəm, məsələn, mərkəzə düzləndirmək və yaxud da sağa, sola, indi baxırda hansı vəziyyətdə düzləndirmək istəyirəm. Düzləndirməmiz haradır? Mərkəzə, sağ, sol, yuxarı, aşağı. Bu formada düzləndirmələrimiz var. Onların da yəqin ki, ingilis dilindən tərcümələrini özümüz bilirik ki, hansı formada düzləndirmələr eləyəcəyik. İndi gəlirəm body tagin içərisində yazsam ki, yazıram Aliqın. Aliqın yazım. Bərabər işarəsi dırnaq içində left, right. Yazdım right. Bu niyə qara rəydə göstərdi ki? Hə, tagin içində yazmamışıq. Tagin içində yazmamışıq ona görə. Yaxşı. İndi buradan yazaq ki, Aliqın hə, yazdım Aliqın. Kontrol S eləyək, gedək bura, yaddaşa verək. Baxın uşaqlar, Azərbaycan Respublikası sağa getdi mi? İndi mən bunu mərkəzə gətirmək istəyirəmsə, mərkəz nədir? Centerdir də deyəsən, center. Gəlin yazaq görək, mərkəzə gətirəcəkmi? Gətirdi. İndi qaydırıq buranı köçürdürük o zaman. Yazırsınız ki, bu Aliqın atributu, Aliqın atributu. Aliqın atributu həmişə body tagin içərisində yazılır. Aliqın atributu həmişə body taginin içərisində yazılır. Və mətnin düzləndirilməsi üçün istifadə olunur. Mətnin düzləndirilməsi üçün istifadə olunur. Məsələn, yazın ki, sağa, sola, deyilə bunu yazsanız, yazın ki, mərkəzə düzləndirmək üçün istifadə olunur. Mərkəzə düzləndirmək üçün istifadə olunur. Mərkəzə düzləndirmək üçün istifadə olunur. Deməli, uşaqlar, biz bayaqları yadınızdadırsa, body tagin içərisində text atributu ilə belə deyək, mətnin rəngini dəyişə bildik. Bundan başqa font tagi var ki, font tagi. Bu font tagi vasitəsilə şriftin ölçüsünü, rəngini, şriftin dəstini dəyişmək olar. İndi hələ ki yazmırsınız, indi qayda olaraq da deyəcəm. Body bunu qoyun sileyim buradan. Yaddaşa verirəm, qayıdıb baxırıq ki, həqiqətən də heç nə dəyişmədi, olduğu kimi qaldı. Gəldi Azərbaycan Respublikası həminki öz yerinə. İndi gəlirəm bir dənə, burada bax, body taginə toxunmuram artıq. Body taginə toxunmuram. Yazıram F, O-nu, T. Bax, body tagi ayrı idi. Mən tagi açmamışam. O hərfi, font. Bax, font tagini açdım. Font tagini açmışamsa, font tagini bağlamamıza ehtiyac varmı? İndi baxaq görək. Yazıram ki, font, səbirli olunacaqsa, indi birazdan biləcəksiniz ki, font tagini bağlamamıza ehtiyac varmı, yoxmu? Hələ ki, bütün taglərimiz, indiyə kimi keçdiklərimin taglərdən danışıram ha sizə, atributdan yox. Bütün taglərimiz açılır, bağlanır. Açılıb bağlanırsa, deməli, font tagimiz də açılıb bağlanacaq. Fontu da yenə də bağlanışını verirəm. Durub işarəsini qoymadım. Aha,
açılış bax, düz yazan kimi öz açılışında göstərdi. Açıldı, bağlandı bu font tagi. Mən bu font tagi ilə gəlin bunu yaddaşa verə görə. Bu məndə nəsə dəyişiklik verəcək ki, yaddaşa verdim Ctrl S-lə. Gəlin burada elədim. Heç nə dəyişmədi. Niyə? Çünki mən sadəcə font tagini vermişəm. Bu tagdə şriftin axı dedim rəngini dəyişə bilərik, ölçüsünü dəyişə bilərik və s. İndi məsələn yazıram font. Fontdan sonra Word-də yazırdıq ki, Calibri, Arial, bir dənə gözləyin onu sizə Word-də də göstərdim. Gözləyin bir dənə açılsın. Məsələn, uşaqlar, bax bu mətnim var. Bu mətnimin hal-hazırda, baxın, Times New Romanlandır. Times New Romanlandır. Hansı əlifbada yazılıb Times New Romanda. İndi mən istəyirəm ki, bunların məsələn hamısını keçirdəm, tutaq ki, Ariala. Fikir verin, Ariala keçidən kimi hamısının nədir? Əlifba forması dəyişdimi? Yəni feyzi dəyişdimi? Yəqin ki, görə bilirik. Feyz də dəyişdiyi üçün gəlirəm o zaman mən buradan. Feyz deməli nədir? Əlifbanın dilini dəyişir. İndi mən buradan font taginin içərisində yazıram F-A-C-E, feyz, üz görüntüsü bərabər olsun. Dırnaq içərisində nəyə? Ariala. Arial nətər yazılır görürsən? A-R-I-A-L. Səhv eləməmirəmsə belə yazılırdı. Arial. Qoyun bir dənə Word-dən də görüm onun yazılışı necə yazılırdı. Arial. Hə, Arial düz yazmışım. Ha, Arial kimi yazdım. Font tagi açıldığı kimi özü də bağlandı. Bura kimi aydın uşaqlar. Bax, body tag'a indi deyirsiniz ki, body bədən hissəni açdı, durdu öz kənarda. Mən istəyirəm ki, bu mətnimin rəngini, ölçüsünü, formasını dəyişəm. Rəngini, ölçüsünü, formasını dəyişəm. Hal-hazırda Azərbaycan Respublikası sözünün formasını dəyişdik. Gələk yaddaşa verək. Görək bizə nə kimi göstərir. Bu, hə. Ctrl S elədim. Gəldik bura. Bura baxaq. Fikir verə bildiniz uşaqlar. Azərbaycan Respublikası sözünün stili dəyişdi biraz. Görə bildiniz fərqi? Hə? Bəli. Aha. Eyni şeyi bax burada mən kalibridə yox, məsələn deyirəm. Algerlan kimi yazsam. Gəlin Algerlan kimi yazaq görək. Algerlan deyəsən. Algerlan. Bu görümüz yaz. Algerlan. Düz yazmışam deyəsən. Gəlin yaddaşa verək görək. O Azərbaycan Respublikası sözü nə kimi dəyişikliyə uğrayacaq. Fərqi gördük də yəqin ki, hə? Bu oldu. Feyz nədir? Atributu ilə. Font taginin feyz atributunda yazdım. Siz bunun yerinə Arial yaza bilərsiniz. Arial ən yaxşı. Aha, Arial yazdıq. Bu olacaq, yazın. Font, bax, buradan bura olan hissəni köçürdürsünüz bütöv. Bax, bu seçdiyim hissəni bütöv köçürdün. Yazın ki, bütöv köçürdün. Font taginin içərisində yalnız dediyimi yazın, sonra köçürdərsiniz ya nətərsə kayıtdan baxıb eləyərsiniz, vaxt yoxdur. Font taginin içərisində yalnız bu faciə yazmışıq, feyz. Deməli, font tagi 3 dənə atributla işləyəcək. Yalnız və yalnız 3 dənə. Feyzdir, biri size'dır, ölçüdür, biri də colordur. Kalem. Color, faciə, sizi. Bax, bu 3 dənə atributla işləyəcək font. İndi biri bildi feyz. Feyz deməli nədir? Əlifbanın, belə deyək də, web səhifəmizdəki mətnin hansı əlifbada olduğunu bildirdi. Aydındır. Font feyz nədir? Yazılmış mətnimizin hansı Əlifbasını dəyişdi.
Aysel hansı əlifbada olduğunu bildirdi. Hansı əlifbada olduğunu bildirdi. Biz bayaqları tekstdə red yazıb mətnimizin rəngini dəyişə bilmişdik. Bundan başqa uşaqlar fontun içərisində, bax fontun içərisində bu feyz font tegi həmişə aktiv olacaq. Da yəni heç bir problem yoxdur. Bir dənəsi feyzi bildik artıq. Yazıram ki, kalə aha, kalər yazaq. Mətnimizin istəyirəm ki, rəngi olsun nə rəngdə? Green. Mən də bu qrindən əl çəkmirəm. Yaddaşa verdi. İndi normalda Azərbaycan Respublikası sözü olmalıdır yaşıl rəngdə. Gedək baxaq görək həqiqətən yaşıl rəngdə olacaqmı? Bilmirəm orada görsənir ya yox. Məncə görsənməlidir. Yaşıl rəng. Bir dənə xəbər eləyin görüm orada hiss eləyə bildiniz rəng dəyişimini. Görünür. Tamam, bu da görsəndi. Deməli, uşaqlar, font tegi bir feizlə işlədi, bir colorlə işlədi. Bir dənə də dedim, nə ilə? Size-lə də işləyir. Size yazdım. Ölçündə yazaq bir dənə. Size yazdım. Məsələn, bura yazıram ki, nə yazaq bura? Yazım ki 7. Məsələn, belə bir şey yazdım. Yaddaşa verdim. Gəlirik buradan. Görə bildik yəqin ki. Deyəsiz, müəllim, niyə yaşıl rəng silindi? Çünki, bax, bura diqqət eləsək, biz kaləri silmişik. Feyzi də sildik, kaləri də sildik. Aydındır. 7 yazdım. İndi bu 7-nin yerinə 14 yazsaydım, gəlin elə belə 14 yazıram. Yaddaşa verək. Gedək baxaq bir dənə. Görə bildiniz. İndi deyəsiniz ki, müəllim, niyə dəyişmədi? İndi buradan da deməli məlum olur ki, uşaqlar, şriftin, yazın, şriftin mütləq ölçüsünün qiyməti, təbii ki, font nədir tegin içərisində, mütləq ölçüsünün qiyməti 1-dən 7 aralığındadır. 1 ilə 7 aralığındadır. 1 ən kiçik qiymət, 7 isə ən böyük qiymət idi. 1 ən kiçik qiymət, 7 isə ən böyük qiymət idi. Baxın, həqiqətən də biz 7 yazdıq, ən böyük göstərdi, 14-ü yazdıq, göstərmədi. Gəlin elə belə 4 yazaq. Görək nə göstərəcək. Ən kiçiyi də yazarıq. Yəqin ki, fərqi gördük. Ən kiçiyimizdə dediyi neçədir? 1. Deməli, font tegində size 1 ilə 7 ilə arasındadır ölçüsü. Ən kiçiyimiz 1, ən böyüyümüzdə neçə olur uşaqlar? 7. Yadda qalarmı? Fərqi görə bildik? Bəli, müəllim. Kifayət qədər əzbərləməli şeyləriniz oldu. İndi yaxşı uşaqlar, bu fontdan da bitirdik. Fontu da silim ki, buradan nədir? Biraz sadə qalsın burada, vaxtımız çox getməsin. İndi yaddaşa verdim bu formada. Qayıdıb geriyə baxsam, hər şey silinəcək, normal rejimə qayıtdıq artıq. İndi uşaqlar, mən bu Azərbaycan Respublikası sözünü yazmışam. Bundan istəyirəm ki, biraz qalın olsun. Nə idi? Word-də qalın nə idi? Bold. Düzdür. Bax, eyni şey, Ctrl-B qalın yazırdı. Eyni şeyi burada tətbiq eləyəcəyik. Baxın, body tagin içərisində Azərbaycan Respublikası sözünün və Azərbaycan Respublikası sözünün qalın yazılmağını istəyirəm. Qalın yazılmağını istəyirəmsə, bax, B taginin, bold, bax, B tagin içərisində yazıram. B tagin içərisində də bağlayıram. Baxın, B tagin içərisində bağlayıram. Yaddaşa verirəm. Ən sevdiyim dərsdir bu HTML. Yaddaşa verirəm. Baxın, Azərbaycan Respublikası qalın formada yazıldı. Yaxşı, mən istəyirəm ki, sadəcə Azərbaycan sözü qalın yazılsın. O zaman, bax, bu bold nədir? Bunun bağlanışını götürürəm buradan. Gətirirəm Azərbaycandan sonra yerləşdirirəm. Deməli, Azərbaycan sözü qalın olacaq. Respublikası sözü incə formada olmalıdır. İndi baxaq görək olurmu? Baxın uşaqlar. Deməli, nəyi hara yerləşdirirəmsə, orada mütləq
Müəllim, saat neçədə bitirirsiniz dərsi? Yarısı bitirəcəm. Bir 5-10 dəqiqəyə bitirirəm. Aha, oldu belə. Daha sonra, çünki bunlardan sonra bir dənə qrupumuz var. Gəldik belə. İndi bu neynədir? Mətni qalın yazmaq üçündür. Bundan başqa uşaqlar B ilə eyni paraleldə, bax bunlar burada deyim tez-tez yazaq, sonra göstərərəm onda sizə. Bax yazırsınız. B, açılışı, bu da bağlanışı. Bununla bərabər strong. Açılışı, bu da bağlanışı. Uşaqlar, buna belə ümumilikdə ox qoyun, nəsə yazın ki, mətni qalın yazmaq üçündür. Şrifti qalın yazmaq üçündür. Şrifti qalın yazmaq üçündür. Yəni, bax, bu boldda şrifti qalın yazır, strongda. Başa düşə bildiniz nə demək istəyirəm? Hər ikisi də bərabər hüquqludur da, bir-birinə ekvivalentdir. Bəli. Aha. Daha strong'u da yazdınız. Daha sonra yazın ki, altdan xətt çəkmək nə idi? Underline. Bax, eyni şey. Ctrl U bilirdik Word-də. Eyni şeyi bax, burada da U yazdım. Bağlanışında qoyuram. Yazın ki, mətnin altından xətt çəkmək üçündür. Mətnin altından xətt çəkir. Belə qısa yazın, bəs eləyər. Mətnin altından xətt çəkir. Mətnin altından xətt çəkir. Mətnin altından xətt çəkir. Deməli, boldu dediyim, altdan xətt çəkməyi dedim, bir dənəsində yazırsınız, nə idi? İtalik yazmaq. Ctrl I idi Word-də. Burada da eyni şeydir. I. Bununla paraleli M tegi var. M. M. Bu E hərfidir. M. Bunun ikisinə də yazın ki, uşaqlar. Mətni əyri yazır. Yəni kursiv. Mətni əyri yazır. Yəni kursiv formada. Mətni əyri yazır. Yəni kursiv formada. Bugün bunlarla qutarsaq, sabah da cədvəli keçərik, bitirərik. Mətni əyri yazır. Yəni kursiv formada. Mətni əyri yazır. Yəni kursiv formada. Qeyd elədik, yoldaşlar. Bəli. Aha. Deməli, strong'u dedim, B-ni dedim, ikisi bir idi. Underline U-nu dedim, I-ni, M-i dedim. Demədiyim nə qaldı? Hə, B-R tegi. Aha, yazın. B-R. B-R. B-R tegi. B-R tegi. Yazın ki, bağlanışı yoxdur. Bağlanışı yoxdur. Bağlanışı yoxdur, növbəti sətrə keçirir. Yeni sətrə keçirir, növbəti sətrə keçirir, bağlanışı yoxdur. Yəni, belə bir şey görməyəcəksiniz bunda. B-R, belə bir şey, belə bir hal görməyəsiniz, olmaz. Yaxşı, B-R tegi, bağlanışı yoxdur, yeni sətrə keçirir və yaxud da, nə bilim, növbəti sətrə keçirir. Bu cür yaza bilərsiniz. Növbəti sətrə keçirir. Yazdıq uşaqlar. Sonra yazın Bəli. H-R tegi. H-R. Bunun da bağlanışı yoxdur. Bağlanışı yoxdur. Deməli, tək tegdir də. Bayaqçılar cüt tegləri idi. Açılışa da var idi, bağlanışda. Bunlar isə tək teglərdir. Bağlanışı yoxdur. Səhifənin, bax, ümumi səhifənin altından xətt çəkir. Sözün mətnin demirəm, ha, diqqətli olun. Ümumi səhifənin altından xətt çəkir. Ümumi səhifənin altından xətt çəkir. Ümumi səhifənin altından xətt çəkir. Gəlin, bunlara aid bir-iki şeylər deyim. Uşaqlar, boldu bildik. Məsələn, mən istəyirəm ki, Azərbaycan sözünün həm də altından xətt çəkilsin. Deməli, U tegini açıram. Sonra U tegini də bağlasam. Respublikası sözündən sonra bağlasam. Respublikanın da altından xətt çəkəcək. Baxaq. U tegini bağlayırıq. Yaddaşa verirəm. Gələk bura tez-tez. Aha, baxın, Azərbaycan sözü həm qalın, həm də altından xətt çəkildi. Çünki U tegi mətnin altından xətt çəkir. Respublika sözünün isə sadəcə altından xətt çəkildi. İndi mən istəyirəm ki, Respublika sözü həm də əyri yazılsın.
əyri yazılsın. Əyri yazırsa M tegi ilə də yaza bilərdim və yaxud da I tegi ilə də yaza bilərdim. Heç bir problemi yox idi. Heç bir problemi yox idi. Yazıram burada. Nə yazmışdım? M ilə yazmışdım da. M. Bu da bağlanışı xəttini qoymamışam. Ona görə götürmüş. Bu da xəttini də yerləşdirdik. Hansı dərsdir ki? Şimdi ki bu dərsə bu Nihat HTML. Bəli. Aha. Necə yəni hansı dərsdə Hə. bilmirsən hansı dərs? HTML. Gəldi indi burada. Deməli uşaqlar baxın Azərbaycan sözü qalın, çünki bold tegin içərisində idi. Sonra altından xətt çəkildi. Respublikası sözü həm əydi, həm də altından xətt çəkildi. İndi istəyirəm ki, bu respublikası sözü aşağıya düşsün. Aşağıya düşsün. Aşağıya düşməkdən ötürü hansı tegdən istifadə elədim? Aşağıya düşməkdən ötürü bırı tegindən, düzdür? Baxın, yazıram ki, BR yazıram, bağlayıram, Ctrl S verdim. Harada nəyi görsə onu icra edəcək. Gələk, həqiqətən də Azərbaycan sözü qaldı yuxarıda, Respublikası sözü düşdü aşağıya. Aydındır, yadda qalar. Sonra uşaqlar, dedim ki, hırı tegi ümumi səhifənin altından xətt çəkir. Ümumi səhifənin altından xətt çəkir. Məsələn, buradan bitirəndən sonra elə belə istəyirsiniz qarşısından yazın, istəyirsiniz qarışmamaq üçün aşağıdan yazın. Mən qarışmamaq üçün aşağıdan yazıram ki, hırı tegi. Bunun da bağlanışı yox idi. Bu nə edirdi? Ümumi səhifənin altından düz xətt çəkirdi. Gələk bura baxaq, bir dənə yeniləyək. Həqiqətən də yəqin ki, bu düz xətti gördük. Yəni, U tegi ilə hırı tegini qarışdırmırıq. Hırı tegi ümumi səhifənin altından xətt çəkir. U tegi isə sadəcə nədir? Mətnin altından xətt çəkirdi. Aydın yoldaşlar, yadda qalar. Bəli. Aha, belə. Bir dənə də son tegimizi yazırsınız. P tegi. Açılışını da yazın. Bağlanışında P. P tegi. Yazın. Abzas vermək üçün də. Abzası hərəkət etdirir. Bəli. Abzası hərəkət etdirir. Abzası hərəkət etdirir. Məsələn, budan öncə yazsaydım ki, mən burada qoy bir dənə enter qoyum. Yazıram, yəni yenə də deyirəm, enter qoymaya bilərsiniz, amma yazıram P tegini açdım. P tegini